Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bugün bu sahədə aparıcı rollarda olan ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə bəzi bu sahədə inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri belə adlandırılır, köməklik göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımcı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarda təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər. Özəl sektora gəldikdə burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Hansı formada özəl sektora biz bu sahəyə daha böyük diqqət göstərməsini təşviq edə bilək, bu barədə də təkliflər veriləcək.